gülümsəməklə yığmısan. Sən necə Əfqanla bağlı cinayət işi aça bilərsən? Açdığın cinayət işini sübut etməsən nakişisən. Zaten bugünə qədər sübut edə bilməmisən. Əfqan demək Gürcüstanda məhkəmələr bilirsiniz, İlham Əliyevin rejiminin siyasi sifarişini icra edir. Avropa məhkəməsinin qərarı ilə ekstradisiya dayandırılıbdır. Əfqan azadlığa çıxıbdır. Amma Gürcüstanı tərk etməsinə icazə verilmir. Mənasız bir qərardır. Çünki Əfqanla bağlı yekun qərarı Avropa məhkəməsi verəcəkdir və dünyanın istənilən ölkəsində, məsələn bizim olduğumuz ölkədə Avropa məhkəməsinin qərarları icra olunur və tanınır. Demək ki, qanun icazə verir ki, Əfqan uşaqlarının ailəsinin yanında olsun. Amma bugün qanun icazə versə də Əliyev icazə vermir, Nağıyev icazə vermir və deyir ki, Əfqanı Tiflisdə saxladığınız qədər saxlayın, bu ailəyə işgəncə verin. Siz bu qədər narahatsınız bizim uzağa getməyimizə, o zaman Əfqanla bağlı cinayət işini dayandırın və o qondarma medialarınızda yayın ki, bu yalanıydı, bu saxtaydı, biz qaydaq. Mən belə başa düşürəm ki, sizin ürəyiniz gedir ki, biz uzağa getməyək. Mən bu günlərim olduğum ölkədən qayıtmağa hazıram. O halda ki, siz bu cinayət işini dayandıracaqsınız. O halda ki, siz bunun bir siyasi sifariş olduğunu özünüz göstərəcəksiniz. Siz bunun məhz sizin rejiminizin verdiyi sifarişi özünüz təsdiq edəcəksiniz. O zaman mən də deyəcəm ki, bəli, haqq, ədalət yerini tutdu. Edə biləcəksinizmi? Buna kişiliyiniz varmı? Siz məni məcbur ölkəmdən didərgin salmışsınız. Siz bizi qaçqın, sürgün həyatı yaşadırsınız. Heç kəs bu həyatı istəyərəkdən seçmir. Əl-axsuz da bizim kimi vətəninə, dövlətinə bağlı adamlar. Mən getsəydim Əfqanın birinci həbsində gedərdik, ikinci həbsində gedərdik. Siz adamı nə qədər həbs etdirmək istəyirsiniz? Siz bunu bütün həyatını, adam 50 yaşına çatır, bütün həyatını zindandan keçirtməyini və bizi təzyiq, təhdid altında saxlamaq istəyirsiniz. Uşaqlarımızı hədəfdə saxlamaq istəyirsiniz. Ailəmizə, şəxsi həyatımıza burun soxmaq istəyirsiniz və bizi məhv eləmək istəyirsiniz. Və sonra da biz bu siyasi represiyadan qaçdığımız zaman başlayırsınız ki, vətənini satan sizsiniz. Oğurluq edən, talançılıq edən, haqqa girən sizsiniz. Hələ ki biz heç nəyi satmamışıq. Əgər bugün biz ailəmizi qorumaq üçün həyatımızı ortaya atırıqsa, ailəmizi qorumaq üçün bütün təzyiqlərə, represiyalara rəğmən susmuruqsa, demək bu cür insanlar satmırlar, mübarizə aparırlar. Bu cür insanlar satqın olmur. Əliyev, bunu da biləsən. Sən bir dövlət rəhbərliyi postunda kişi olsaydın, bir vətəndaş Avropada oturub, mühacir həyatında sürgünə sürüklənib bu çıxışı etməzdi. Demək ki, sən yerində deyilsən. Demək ki, sən olduğun yerdə ancaq talançılıqla, oğurluqla məşğulsan və Azərbaycan reallığını hesablasaq, hamı hər şeydən danışır, bir də sənin adın çəkilmir. Hamı deyir talanır, yeyilir, içilir. Məsələn, biri deyir ki,